Azərbaycanda marketlərdə satılan Tulçenka markalı kərə yağı ilə bağlı sosial şəbəkələrdə tük ürpədici görüntülər yayılıb. İnternetdə paylaşılan kadrlarda yağın gigiyenik qaydalara zidd şəkildə yerdə tapdalanaraq yığıldığı iddia olunur. Görüntülərdə 2 nəfərin böyük həcmdə yerə tökülmüş yağı ayaqları ilə tapdaladığı, daha sonra isə kürək vasitəsilə yerdən yığaraq qablaşdırmağa çalışdığı əks olunub. Kadrlarda baş verənlərin hansı müəssisədə çəkildiyi və hadisənin konkret olaraq hansı ölkədə baş verdiyi dəqiq bilinməsə də, sosial şəbəkə istifadəçiləri bunun Ukrayna istehsalı olan və Azərbaycanda geniş satılan Tulçenka yağı ilə bağlı olduğunu iddia edirlər. Qeyd edək ki, sözgedən Tulçenka yağı Azərbaycan marketlərində təxminən 6 manat 80 qəpik qiymətinə satışa çıxarılır və geniş istehlak olunan məhsullardan hesab edilir.